ağır olsun yazın və yaxud İlham Əliyev yaxşı eləyib buraxıbsa yazın, yaxşı eləyib buraxıb. Görə indi aramızda nə qədər erməni var. Ağır olsun İlham Əliyev. Belə bir şəraitdə Paşinyan İlham Əliyevi minir və Trump'ın qarşısında götürdüyü öhdəliyi yerinə yetirir. Xalqın indi nəbzini yoxlayırlar. 4 ermənini buraxdılar. Xalq buna duyarsız qalarsa Arayı Karutunyanla Vardanyan çıxacaq. Ay millət, ay millət, ay bu dəhşətdir, bu dözülməzdir. Baxın, xalqdan gizlin erməniləri buraxır. Paşinyan paylaşmasaydı biz onu bilməyəcəkdik, daha doğrusu gec xəbər tutacaqdıq. Paşinyanın paylaşımından bildik. İlham Əliyev niyə paylaşmadı? Hakimiyyət medialar niyə paylaşmadı? Baş prokurorun, Ali Məhkəmə, hamısının saytları var, niyə paylaşmadılar? 1. Xalqdan gizlin buraxırlar. 2. Qəhrəman oğulları içəridə saxlayıb, məni kimi Azərbaycan oğluna 16 il iş verib, Xaçaturyana, Xocalı qatil komandirə 15 il iş verib indi də açdılar, buraxdılar. 15 il iş verən də buraxarlar. Əli Kərimli kimi, Əlzamin Salayev kimi, Niyaməddin Əhmədov kimi, Talih Bağırzadə kimi, Tofiq Yaqublu kimi qəhrəmanları Abzas Media daxil olmaqdan digər qadın jurnalistləri terror, təxribat ittiham ilə salan İlham Əliyev, Peysər Köpəyoğlu Xaçaturyanı buraxır. Necə dözürsünüz ay Azərbaycan xalqı? Və Amun komandir Elçin Əmr Aslanov kimisinə ömürlük veriblər içərdədir. Xocalı qətliamının komandirini buraxırlar. Qabilə, ələ mənim həyat yoldaşıma terrorda ittiham edirlər. Polis binalarının, idarələrinin qabağına axtarışda olan kimi Azərbaycanın şərəfli zabitinin şəklini vururlar. Ay İlham Əliyev, hakimiyyətdə qalmaq üçün Trump'ın daşşaqlarını da arvadının ağzına qoymağa hazır idin mi? Vallahi arvad yox, Əminəsinin də, Mikailin də, Əlinin də öz ağzına da qoyar, arvadının qızının nəvəsinin ağzına da qoyar. Trump'ın 2 sallananını, 1 tullananını. Pul sənin şərəfinə tüpürüm, pul sənin qeyrətinə tüpürüm. Ay oğraş, ay Peysər, ay barmaqdan əmələ gələn İlham Əliyev. Ayıb deyil mən ölərdim, ölərdim, xəcalət təri çəkərdim, xəcalət təri tökərdim. Ay qardaş, mən ən azından onları buraxardımsa, Amerika Trump baskı edirdisə, erməniləri buraxardımsa, Abzas Media daxil bütün jurnalist xanımları buraxardım. Ən azından Qabil İlhamın yerinə gəlmək istəyir. Tofiq Yaqub Əli Kərim İlhamın kresosunu zəbt eləmək istəyir. Bunu başa düşdük. Ancaq bu dünyada belə şeylər görünən hallardır, bilinən hallardır. Amma xanımlara cəza vermək, xanımları terrorda ittiham eləyib, terroristi türmədən buraxmaq, püs sənin qeyrətinə tüpürüm, püs sənin var yoxuna tüpürüm. Ay oğraş, ay gözü ilə görən, ay qəhbənin balası. Sənin bir İlham Əliyevin arada bir buralarında mən sivilcə görürəm. O sivilcə buynuzdur, buynuz. Mehribanın ona taxdığı buynuzdur. Lukashenko ilə taxdığı buynuzdur. Ay Peysər, ay oğraş. Nətər insansan sən? Bunu necə qarşılayırsınız? Xahiş edirəm, yazın görək. Biz deyildik ki, ən azından yüzlərlə, minlərlə siyasi dustaq, 20 min siyasi dustaq şeyə düşdü. Nə danışırsınız? 20 min pul verənlər nəzərə tutulmuşdu. Cəmaatda pul yoxdur. Heç 3 min adam çıxanmadı. İndi baxın, pul verdikcə 20-20, 30-30 çıxardırlar. Kim pul düzəldir, evini satır, maşını satır, çıxır. Evini satır, maşını satır, çıxır. Biz düşünmüşdük ki, yəqin İlham Əliyev erməniləri buraxmaq üçün bu qədər də İlham Əliyev gözü ilə görən olmaz, bu qədər də uğraş olmaz, bu qədər də vicdansız olmaz. Yəqin ki, o jurnalistləri çıxardacaq qadın, yəqin ki, bir sıra bu siyasi məhbus daxil digər məhbusları çıxardacaq, sonra Arayı çıxardacaq, nə bilim, Xaçaturyanı çıxardacaq. Biz nə bilək ki, İlham Əliyevin namussuzluğu, şərəfsizliyi dibə vurub, dibə. Bəli, onları azad edir və öz ölkənin vətəndaşlarını terrorda ittiham edir. Mənim terrorum nədir? Silahım mı var, yoxsa gizli planlarım mı var? Mənim tək silahım həqiqəti deməkdir. Mənim tək cinayətim ədalət istəməkdir. Həmçinin bugün Azərbaycan cəmiyyətində özünü müxalif mövqedə göstərən insanların tək silahı həqiqətdir. Onlar həqiqəti deyir, biz həqiqəti deyirik. Hazırki rejimə baş qaldırıb üsyan eləməyimizdir bizim. Əgər bu cinayət sayılarsa, bu hansı kitaba sığar, hansı dinə, hansı vicdana sıxar? Biz terrorçu yoxmu? Biz bu torpağın ağrısı çəkən, haqsızlığına dözməyən sadə bir insanlarıq. Biz nə istəyirik? Biz ədalət istəyirik. Vicdanlarının səslərinə qulaq asmağı istəyirik. Bugün İlham Əliyev, sən vicdanın səsinə qulaq astın mı? Sən gelirsən Qarabağ torpaqlarında gündə bir video çəkdirirsən, selfie çəkdirirsən, bu şəhidlərin qanı tökülən torpaqlardan, şəhidlərin qanı üzərində o mundar alçaq terrorçu ayaqlarını o torpaqların üzərinə basaraq sən oradan videolar paylaşırsan, gəlib bir yandan Xocalıda insanları qıran, körpələri süngülərin, ananın qarnından, hamilə qadınların qarnından körpələri süngü ilə çıxaran Xaçaturyanları həbsdən azad edirsən. Sən oğraş, sən terrorçu, sən şərəfsiz, sən İlham Əliyevsən. Sən bir qeyrətsən İlham Əliyev. Sən bugün bu terrorçu şərəfsizləri həbsdən azad eləməklə sən bir daha da özünü sübut elədin ki, sən bu Azərbaycan xalqına aid deyilsən.
Sen bu xalqdan değilsin. Eğer sen bu xalqdan olsaydın, sen bu xalqın ağrısını, acısını hiss ederdin. Sen bu xalqın tökülen göz yaşını, axıdılan qanlarını hiss ederdin. Sen eclafsan, sen şərəfsizsin. Sen ve senin etrafına yığdıkların o terör komandanız. Bugün karar verirsiniz. Gizlin xalqdan bir taraftan bahalaşma, bir taraftan aclıq, bir taraftan səfalət. Bunlarla insanların başını qatarak bugün terörçüləri həbsdən azad edirsən. Niye ictimaiyyətə? Niye dünən 2 gün əvvəl televiziyada barbar bağırırdın, xoruz kimi banlayırdın? Niye demirdin ki 4 nəfər ermənini həbsdən azad edəcək? Bunların içində Xocalı qatillər də var. Əgər sən kişi idinsə, sənin kişiliyinə tükürüm İlham Əliyev. Əgər sən kişi idinsə, bir balaca bu xalqa qarşı səndə bir istək vardısa, orada deyərdin ki, mən həbsdən 4 nəfər azad edəcəm, erməni azad edəcəm. Sənin südünə nəhlət İlham Əliyev, sənin o əmdiyin Şamiyanın, zirzibillərinin südünüzə nəhlət olsun. Yenə İlham Əliyev şərəfsiz köpək oğlu. Daha sonra dünənlər Aytən xanımın dəhşətli çıxışından sonra əməlli başlı İlham Əliyevə nələr dedi. Ondan sonra ne oldu? Bunu paylaştı hakimiyet kanalları. Bunu paylaştı hakimiyet kanalları. Yani 2 tane Suriyeli ile 4 tane Erməni dəyişiblər. Ciddillahi İlham Əliyev, mən Suriyalı lazımdır. Fikir güya Erdoğan o vaxt gətirdi 44 günlük savaşda 2 tane Suriyalı gətirib döyüşdürtdürübdü pulunla, muzlu kimi. O gəlmişdi Azərbaycana 44 gün savaşdan. Güya orada 2 tane Suriyalı əsir düşmüşdü. Onunla ermənilər dəyişdi. Göt oğlu göt, Xaçaturyanı dəyişməyərdin də. O birisiləri dəyişərdin də. Xocalı qətliamının komandirini niye verirsen başkasını vererdin de 2'ye 2 değişerdin de. İlham Əliyev elə bil ki sen Paşinyan'a değilsen ki razlaşırsan ki sen İlham Əliyev Paşinyan'ın arvadını qayrassan, Paşinyan da senin arvadını qayracaq. Bəs Paşinyan gəldi sənin arvadından əlavə qızlarını qayırdı axı. Və sən də o qızın qayrardın da, əvəz-əvəz olardı da. Əvəz-əvəz bilmirsən, al verirsən İlham Əliyev. Sən alveri yaxşı bilirsən, götürü də qumarda uduzursan. O Suriyalılar Xaçaturyan qədər, Azərbaycanları qırdığı qədər orada erməni qırdı mı? Xalqın qəzəbini görən İlham Əliyev təzədən paylaşdırıb ki, bu ermənilərin çıxma ehtimalı yoxdur. Ay Azərbaycan xalqı, sakit qalın, sakit. Elçibəy dönəmində qətliam törədən buraxıla bilər, amma bunlar buraxılanmaz deyir, narahat olun. Amma mən bilirəm ki, onlar da buraxacaqlar. Vallahi də, sizin qarşınızdayım. Noyabr ayında neçə dəfə efir açdım. Neçə dəfə dedim ki, ay millət, ya dekabrda ilin sonunda ya ilin əvvəlində erməniləri buraxacaqlar. Neçə dəfə dedim baba bu ağzımla. Ay oğraş, bax indi İrəvanda içir, bax çayı İrəvanda. Ala. Erməni hərbi cinayətkarları bugün Bakıda məhkəmə qarşısında cavab verirlər və istintaq təcridxanasında Azərbaycan çayını içirlər. Ay oğraş, o istintaq təcridxanasında niyə görə Abzas Mediyanın qadın jurnalistləri Azərbaycan çayı içənmirlər? Niyə?